əyləş. Adamın gərək ürəyi cavan olsun, şux olsun. Yoxsa milyonun olar. Ürəyi, ürək cavanlığını heç bir pulla almaq olmaz. Bunun mərkürufluğun day demə Naciyə, demə. Ay qız, mal dey, mal. Digər, baxdına baxda. Hə də, o sənin vaxtına çıxar, bu da bunun vaxtına çıxar. Bütöv bir mahalın ixtiyarı əlindədir. Ağlına kül olmuş, heç bilirsən arvadına nə sayaq üzüyü alır, heç qiyməti yoxdur. Nə danışırsınız? Hə, yəni, çox qiymətli üzükdür. Çox Naciyə, çox. İstəyirsən, ala bax. Allah, nə gözəl üzükdür. Görünür Məzhər bəy arvadını çox istəyir. Mən arvadlığımla ondan iyrənirəm. Heç bilmirəm, axı onun nəyi Məzhərin xoşuna gəlir. Hə vallah, düz deyirsiniz xanım. Deyirəm, ay xanım. Hə. Oğluza cadı yazdırıb eləyər o birdən. Necə? Hə? Cadu? Hə? Ay. Olar. Ondan nə desən çıxar. Yoxsa ki, hansı kişi eləyər? Bax, belə bahalı üzüyü ala, özü də anasından gizləyər. Naciyə, Xanım, bu ancaq cadu işidir. əlbəttə ki, özdə birdən ikiyə oğlum belə şeyləsəydi deyərdim, hə? Naciyə, vallahi düz deyirsən, oğlumu cadulu. Xanım, bir qarı var, adı Hüsniyyədir. Kim bilir, bəlkə elə gəliniz də ona yazıqdırıb cadını. Axtarıb tapmaq nə çətin işdir ki? Ay qız, Məzhərim heç belə deyildi. Mən indi oğlumu tanıya bilmirəm. O mənsiz ağzına bir tikə belə qoymazdı, onda qalmış ki... Xanım, təkcə Hüsniyə qarını axtarıb tapmaq gərək. Sonrası basan, avucuna bir-iki para basır. Gəlinizin yazdırdığı cadını pozdurub tərsinə yazdırarım. Qadası, bunu sən eləyə bilərsən. Niyə eləmirəm? Belə lap canından başına. Arxayın olun xanım, arxayın olun.